məşhur xatirələrini yazanda 1942-ci il idi. İkinci Dünya Müharibəsinin ən şiddətli dövrü, həyatı müharibələrdə keçən, ordunun Allahı sayılan artilleriyanın başında duran General Əlağa Şıxlinskinin bu müharibəyə ən gözəl töhfəsi əlbəttə ki, yazdığı kitab olmalıydı. Çünki müharibəyə gedən oğullarımıza onun öz döyüş təcrübəsindən öyrədə biləcəyi çox şey vardı. Özü isə artıq 77 yaşındaydı. Gözü yaxşı görmürdü, top səsindən qulaqları kar olmuşdu. Qısası, Şıxlinski adlı ağır artilleriya çoxdan susmuş, Şıxlinski üçbucağı öz əvvəlki mahiyyətini itirmişdi. Bayırda gedən müharibədə gürləyən isə indi başqa toplar idi. Əlağa Şıxlinski üçbucağının mahiyyəti gözlə görünməyən hədəfə atəş açmaqdır. Elə Əlağa Şıxlinskinin şəxsiyyəti də ona atəş açmaq istəyənlər üçün həmişə hədəf rolunu oynayıb. Bu səbəbdən də generalın həyat və döyüş yoluna elə Şıxlinski üçbucağından baxacağıq. Bu üçbucağın hər bucağından o bir cür görünür. Bir bucaqda o Çar ordusunun generalıdır. Bir bucaqda müstəqil Azərbaycan ordusunun generalı. Bir bucaqda Bolşevik Daşnak hakimiyyətinin nəyə görəsə öldürməyib sağ buraxdığı general. Üç siyasi formasiyanı görən, bu formasiyaların top tüfəngindən sağ çıxan topçu Əlağa Şıxlinski bəlkə doğrudan da Allah idi. Şıxlinski 1865-ci ildə Gəncə quberniyasının Qazax qəzasının Qazaxlı kəndində dünyaya gəlib. Atası İsmail Ağa Şıxlinski kiçik mülkədar idi. Anası Şahyəmən xanım dövrünün məşhur şairlərindən olan Molla Vəli Vidadinin nəvəsi. Şıxlinskilərin Monqol işğalından sonra Azərbaycana Qazaxlı kəndinə köç etdikləri bildirilir. Elə Şıxlinski soyadını daşıyanların gözlərinə baxmaq yetər ki, onların həqiqətən də Orta Asiya kökənli olduqlarını görəsən. Fuad Şıxlinski, Elçin Şıxlı, Rahib Vəliyev. Əlimizdə olan məlumatlara görə ulu babamız Vəli xan Ağqoyunlu dövründə bu ərazinin hakimlərindən biri olmuşdur. Səfəvi hökümdarı Şah İsmail isə ona Qazax sultanlığını idarə eləməyə sərəncam vermişdi. Osmanlı mənbələrindən əlimizdə olan məlumata görə Osmanlı Səfəvi müharibəsi dövründə 1514-cü ildə Çaldıran döyüşündə babamız Vəli xan Çaldıran döyüşündə sərkərdə olaraq döyüşə qatılmış və orada həlak olmuşdur. Və Əlağa Şıxlinskinin də hərb tarixində, dünya hərb tarixinə belə önəmli yer tutmasının təsadüfi olmadığı və bu sərkərdə babalarımızdan bizə qalan bir miras kimi görürük. Şıxlinskilərin ailə qəbristanlığının qalıqları bugünə qədər də qalır. Onun doğulduğu kənd isə ötən əsrin 30-cu illərindən məhv olub gedib. Durduğum bu yer Əlağa Şıxlinskinin doğulduğu Qazaxlı obasının köhnə yurt yeridir. Hər halda bu nəslin nümayəndələri və aşağı Salahlı kəndinin sakinləri iddia edirlər ki, Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər bu kənd mövcud olub. Yalnız Rusların sürgün siyasəti nəticəsində Şıxlinskilər bu kənddən köçürülüb və 1931-ci ildə Qazaxlı obası ümumiyyətlə Azərbaycanın siyasi xəritəsindən silinib. Qızıl Ordu Azərbaycana daxil olandan sonra mənim babam Rüstəm bəy Şıxlinski və eyni zamanda çox yüksək aşağı rütbəli zabitlər Nagihan adasına güllələnmişdir. Hətta onların heç qəbri də bilinmir. Deyilənə görə onlar hamısı suya atılmışdır. Əlağa Şıxlinski atasına rəhmət oxuturan oğullardan olub.
O, onu Avropa təhsilli görmək istəyən atasının etimadını doğrultmaya da bilərdi. Çünki atası onu Tiflisdə yaşayan qohumu Mirzə Hüseyin Qayıbovun yanına göndərəndə rus dilində bircə söz belə bilmirdi. Mirzə Hüseyin Qayıbov Əlağanın anası Şahyəmən xanımın əmsi oğluydu və Tiflisin sayılıb seçilən adamlarından idi. O, əvvəllər Qori müəllimlər seminariyasının müsəlman şöbəsində dərs deyirdi. 1881-ci ildə isə Zaqafqaziya müftüsü kimi çox mötəbər bir vəzifə ona tapşırılmışdı. Ərəbcəni mükəmməl bilirdi. Hətta Mirzə Fətəli Axundova öyrədəcək qədər mükəmməl. Maraqlıdır ki, Zaqafqaziyanın müftüsü mən bütün dinləri puç və əfsanə hesab edirəm deyən Mirzə Fətəli Axundovla təkcə dost deyildi, həm də yaxın qonşu idi. Mirzə Hüseyin Qayıbovun evi Axundovun bu gözəl mənzilindən 3-5 addım o tərəfdə yerləşirdi. Bəs bir dindarla bir ateistin dostluğu necə mümkün olmuşdu? Bunun çox sadə bir cavabı vardı. Mirzə Hüseyin Qayıbov yazırdı ki, mən heç vaxt ruhani olmamışam və heç bir dini ayin də icra etməmişəm. Sadəcə mənə təklif olunan vəzifəni dəyərləndirirəm və bununla da xalqıma daha çox xeyir verə biləcəyini düşünürəm. Təsəvvür edin, Əlağa Şıxlinskinin atası oğlunun gələcək taleyini məhz belə bir adama etibar etmişdi. O adama ki, tarixdə həm də Şıxlinskinin qaynatası kimi qalacaq. Nə lazımdır mənə dünya, əgər yanımda yar olsa? Kim istər malı dünyanı, əgər yarı nigar olsa? Əlağa Şıxlinski Mirzə Hüseyin Əfəndinin qızı Nigarla uşaqlıqdan deyikli idilər. Hələ sevginin nə olduğunu bilmədiyi vaxtlarda valideynləri onları birgə görmək istəmişdi. Amma talih elə gətirir ki, Əlağa Nigarı ilə illər sonra qovuşur. 50 yaşın astanasında. Hələ ki o vaxta qədər bir igidin ömrünü yaşamaq gərəkdir. Mirzə Hüseyin Qayıbov Nigarı da, obri qızını da Nücabə qızlar seminariyasına qoymuşdu. Əlağaya da elə öz övladı kimi yanaşır. Tiflisə çatan günün sabahsı balaca Əlağanı Tir Akopovun xüsusi gimnaziyasına aparır. Direktorun nə bilir sualına Mirzə Hüseyin Qayıbov əlifbanı bilir, bir də rus dilində 20-30 söz cavabını verir. Əlağa Şıxlinski sonradan öz xatirələrində yazırdı ki, 1875-ci il noyabrın 17-sində mən 3-cü şöbəyə daxil oldum. 3 həftədən sonra qış tətilinə buraxılanda direktor iclas zalında dərslərimi əla oxuduğum üçün mənə təşəkkür etdi və 2-ci şöbəyə keçirildiyimi elan etdi. Ümumiyyətlə, o təkcə təhsildə yox, həm də bütün sahələrdə həm yaşıdlarından fərqlənirdi. Ona görə də 1883-cü ildə Tiflisdə kadet korpusu adını almış bu gimnaziyanı bütün fənlərdən 12 bal almaqla bitirir. Qarşıda onu Peterburg, Mixaylov adına topçuluq məktəbi gözləyirdi. Həm də çox çətin bir sınaq, uzaq şərq yürüyüşü, Rus-Yapon müharibəsi, Port Artur məğlubiyyəti və daha nələr, nələr. Sankt-Peterburgdakı Mixaylovski topçuluq məktəbində kadet korpuslarından seçilmiş ən yaxşı tələbələr toplaşmışdı. Lakin buna baxmayaraq, Əlağa Şıxlinski burada da fərqlənir. İlin birinci yarısında o məktəbin birincisi olur. Özü xatirələrində yazırdı ki, sonralar paytaxt həyatı, teatr, konsert və başqa əyləncələr onu dərslərindən müəyyən qədər ayırır. Amma yenə də 1886-cı ildə bu məktəbi bitirəndə Əlağa Şıxlinski yaxşıların yaxşısı idi. Ona dərslərində müvəffəqiyyət qazandığı üçün pul mükafatı, at çapma yarışlarında birinci olduğu üçün qızıl saat bağışlamışdılar. Ümumiyyətlə, o at çapanda heç vaxt yəhər üstə oturmazdı. Atın belində dimdik dayanıb cürbəcür oyunlar çıxarırdı. Məhz bu xüsusiyyətinə görə ona çoxları qibtə edirdi. Onun qibtə ediləcək daha başqa məziyyətləri də vardı. Bunu generalın nəslindən olan xalq yazıcısı İsmail Şıxlı zamanında belə nəql edirdi. Dar günündə, ömrünün axırlarında ona həmişə qayğı göstərən qohumları, istər Şıxlinskilərdən, istər Qaybovlardan, onların söhbətlərindən öyrənmişəm ki, bu çox və onun xatirələrində də var ki, Əlağa Şıxlinski sözün əsl mənasında Azərbaycanlı olub, əsl mənasında müsəlman olub. Məsələn, bu adam bütün
Port Artur'da başqa yerlərdə olmasına baxmayaraq, Rus ordusunda olmasına baxmayaraq, məsələn deyək ki, spirtli içki içməyibdi. Özü də həmişə bu xüsusiyyətlərindən fəxrlə danışırdı. Deyirdi ki, heç vaxt içki içmədim və heç vaxt da pulla qumar oynamadım. Ona görə də yoldaşlarım pulsuz oynadığı qumarı əlağa oyunu adlandırırdılar. Bu o illər idi ki, Çar Rusiyası da böyük bir oyunun içindəydi. Rusiya uzaq şərqdə və xüsusilə Çində baş verən Boksyor üsyanı adını almış anti-imperialist xalq üsyanında iştirak edir. Bunun nəticəsi olaraq sonradan Rus-Yapon müharibəsinə gətirib çıxaracaq müharibəyə zəmin hazırlayırdı. Port Artur Çinin Liaodun yarımadasının cənub-qərbində hərbi dəniz bazasıdır. 1894-cü ildə baş verən Yapon-Çin müharibəsi Port Arturun itirilməsi ilə nəticələnir və müqavilə ilə baza Yaponiyaya verilir. Sonradan Rusiya, Almaniya və Fransanın təzyiqi ilə Port Artur yenidən Çinə qaytarılır və 1898-ci ildə Pekində Rusiya ilə Çin arasında imzalanan sazişə əsasən Port Artur qalası 25 il müddətinə Çar Rusiyasına icarəyə verilir. 1904-cü ilin yanvarında Yaponlar Rusların Port Artur limanında dayanan eskadrasına hücum edir. Baskın nəticəsində 2 zirehli gəmi və Pallada kreyseri partladılır. Beləliklə, Əlağa Şıxlinskinin döyüş yolunda yeni bir səhifə açılır. Port Arturda, xüsusilə Drakonovi Xrebet dağında göstərdiyi şücaət sözün əsl mənasında onun əcdaha bir topçu olduğunu ortaya çıxarır. Zarafat deyil, Yaponların 18 topunun qarşısına cəmi 2 topla çıxmaq və düşməni qaçmağa məcbur etmək. Port Artur müharibəsi başlayanda, istər o Çin müharibəsi başlayanda bunun cəmi cümlətanı rütbəsi kapitan idi. 331 gün ərzində kapitanlıqdan podpolkovnik rütbəsinə qədər gəldi. Bu üçbucağı elə qurulmuş ki, o dağın через голову стрельба, yəni öz qoşunlarının başı üstündən ateş atırmış. Yəni öz qoşunlarına heç bir xələl gəlmirmiş. Peterburqun Artilleriya Muzeyində Əlağa Şıxlinskinin şəxsi işi ilə tanış oluram. Əsrarəngizdir. Bu fenomenal şəxsiyyət, təsəvvür edin, akademiya təhsili almayıb, amma özü sanki bir akademiyadır. Yadıma onun xatirələrindən bir epizod düşür. Bir dəfə 20-ci Topçu Briqadasının baş hakimi Zelenski Əlağa Şıxlinskiyə deyir ki, bu cür istedadınız olduğu halda nədən akademiyaya sənəd verməyəsiniz? Əlağa ağzını açana qədər General Baumgarten deyir, akademiyan neynir? Akademiya onun başıdır. Həqiqətən də bu sənədlər bunun bariz nümunəsidir. Əlağa Şıxlinskinin şəxsi işinə baxıram. Burada onun Peterburqdakı hərbi məktəbi təkcə əla qiymətlərlə bitirdiyi öz əksini tapmayıb. Həm də Rus-Yapon müharibəsi dövründə qazandığı mükafatlar bu şəxsi işdə öz əksini tapıb. Beləliklə, məlum olur ki, Port Arturun müdafiəsi zamanı Əlağa Şıxlinski 6 mükafat alıb. Onların arasında igidliyə görə sözləri yazılmış qılınc, Anna ordeninə əlavə olaraq qızıl qılınc nişanı, 4-cü dərəcəli qılınc və bantlı Vladimir ordeni, üzərində igidliyə görə sözləri yazılmış qızıl silah, podpolkovnik rütbəsi və bir də o dövrdə Rus zabitlərinin ən böyük arzusu olan 4-cü dərəcəli Georgi ordeni də var. Şəxsən Fransız imperatoru Rusiya gəldi. Əlağa Şıxlinskiyə Fransanın ən ali ordeni olan Fəxri Legion ordenini təqdim elədi. Yeganə Azərbaycanlıdır ki, Əlağa Şıxlinski. O, Fəxri Legion ordeni, Fransanın Fəxri Legion ordeninə layiq görülübdür. Və üstəlik ikinci dəfə gələndə Fəxri Legion xaçı, bir xaç ayrıdır, orden ayrıdır. Bu təsis olunubdur, Napoleondan da hələ biraz qalır.
Sənədlərdə Əlğa Şıxlinskinin sol ayağından şrapnel gülləsindən yaralandığı da qeyd edilib. Bu, Port Arturda gedən ən qızğın döyüşlərdə baş vermişdi. 1903-cü il noyabrın 13-də. Şıxlinski xatırlayırdı ki, batereya komandirim sağ gicgahından yaralandıqdan sonra mövqeyini tərk etməli oldu. Şərq cəbhəsində tək mən qaldım. Yapon güllələri başımıza dolu kimi yağırdı. Biz patrona qənaət etdiyimizdən bu əcaib səslərə cavab verə bilmirdik. Əskərlər səngərlərə qısılaraq məyus halda oturmuşdular. Onları bir qədər ruhlandırmaq üçün bir topdan o birisinin yanına gedərək topçuları güldürməyə başladım. Mən 4 topun 4-ünə də baş çəkdikdən sonra 4-cü topun yanına ikinci dəfə getdim və bu anda yanıma 6 düyməlik bir qranat düşdü. Dizimlə yapışdım və ovucum qanla doldu. Sonradan məlum oldu ki, qranatla eyni vaxtda yaxınımıza bir şrapnellə düşübmüş. Düzdür, həmin gün Yaponlar Şərq cəbhəsində müvəffəqiyyətsizliyə uğrayırlar. Amma dekabrda artıq Port Artur ona coğrafi cəhətdən daha yaxın olanların əlinə keçir. Yaponların. Əlğa Şıxlinski Port Arturu Rusiya üçün fəlakətli olan Rus-Yapon müharibəsinin qara mənzərəsində yeganə işıqlı nöqtə sayırdı. Elə Çar 2. Nikolay da. Ona görə də rütbələrindən asılı olmayaraq Port Artur qarnizonunda vuruşan bütün zabitləri Çar müharibədən sonra burada sarayında qəbul edir, onların şərəfinə ziyafət verir, onları mükafatlandırır. Əlğa Şıxlinski üçün ən böyük mükafatı isə Çar 2. Nikolay yox, Taleh verir. O, 46 yaşında uşaqlığının və gəncliyinin nigarını tapır və 1909-cu ildə onunla ailə həyatı qurur. Onda Dəviş bəy Palavandov içkiyə bərk qurşanmışdı, sərxoşluq eləyirdi. Bu sərxoşluqdan dünyasını dəyişib 1902-ci ildə. Nigar qayıdıb gəlib atası evinə, uşağı da götürüb gəlib. Əlğa deyib ki, alacam bunu. O, Şıxlinskilər hirslənib özlərindən çıxıblar ki, nə danışsam, sənə layiq deyil, bu qız deyil, nə deyib elə şey yox. Mənim ilk dehilim, ilk sevgimdir. 2 dünya, bir də olsa alacam. Deyirlər, axı, o vaxtı müftü tamahın ucundan hakimə verdi. Məmməd bəy Palavandova verdi qızı. Sən niyə alırsan? Bu duldu axı. Sən cavansan, evlənməmsən deyib dəxil yoxdur. Nigar onun boz hərbiçi həyatına rəng qatır. Onun ən gözəl, işıqlı xatirələri də elə Nigarla bağlıdır. Nigar ona indiyə qədər yaşadıqlarını, o isə Nigara yoxa çıxan balasını unutturmuşdu. Əri Dərviş bəy Palavandov vəfat etdikdən sonra atası evinə qayıdan Nigar az sonra yeganə oğlu Xosrovu da itirir. Uşağın əmsi onu Türkiyəyə gəzməyə getmək adı ilə gəlib aparır və beləliklə də əmi bala yoxa çıxırlar. Deyilənə görə bunlar gedəndə yolda bunlar tif xəstəliyi var imişdir. Şərqdə yayılıbmış o tif xəstəliyi. Oradan da olub belə bir xəstəlik. Hətta Ağabəy Yadigarov da o xəstəlikdən dünyasını dəyişibdir. Məşhur saray müşaviri olubdur Tiflisdə.
Nigarın sınıq ürəyi əlağa ilə ovunmuşdu. 1914-cü ildə 1-ci Dünya müharibəsi başlayanda da onlar ər-arvad kimi müharibənin ağır acısını çiyinlərində daşıyırdılar. Nigar xanım Topçu Zabitlər Məktəbinin Qadınlar Komitəsinə başçılıq edir və əhali arasında Şıxlinskinin xəstəxanası kimi tanınan Topçu Zabitlər Məktəbi Qadınlar Komitəsinin xəstəxanasında yaralı əskərlərə qulluq göstərirdi. Hospitalda mavin işləyirdi. Veliçkonun mavini idi. Əlağa Şıxlinski özü yazır ki, mən ara bir gedib gəlirdim də hospitalda Nigarın yanına. Mənim həyat yoldaşım deyir, o qədər böyük hörmət qazanmışdı yaralılar arasında. Hətta ora hospital demirdilər. Deyirdilər Şıxlinskinin evi, Şıxlinskayanın mənzili. Məsələ, o vaxtı bilirsiniz, Əlağa Şıxlinski yazır ki, Nigar xanım deyir, müalicə olunan savadsız Tatar, milliyyətcə Tatar, Özbək, başqa millətdən olanlara məktub yazırmış öz adından. Nigar xanım demək 1914-cü ilin yanvar ayında, müharibə avqustda başladı, yanvar ayında bunun məqaləsi var. Müharibəyə gedən kişinin qadını arxa cəbhədə özünü necə aparmalıdır? Ağlayıb sızlamamalıdır. Əksinə uşaqlarına yaxşı baxmalıdır. Cəbhədə, ön cəbhədə döyüşən ərə, oğla, ataya nikbin məktublar yazmalıdır. O qədər gözəl o məqalədir. Onu Ruski İnvalid qəzeti çap edir. Əlağa Şıxlinski isə həmin günlərdə daha ciddi bir tapşırıq almışdı. Petrogradın topdan müdafiəsini Çar şəxsən ona həvalə etmişdi. Petrogradın, yəni Rusiya paytaxtının artilleriya müdafiəsinin təşkilinin bu şəxsiyyətə tapşırılması artıq onun necə böyük nüfuza malik olmasını göstərir. Yəni, böyük bir imperiya, minlərlə topçu zabitləri olan imperiya özünün paytaxtının artilleriya müdafiəsini məhz Azərbaycanlıya tapşırdı. Bu da onun həm istedadlı sərkərdə, həm böyük nəzəriyyəçi olmasını sübut edir və onun bu məsələ ilə qısa müddətə bu məsələnin həyata keçirilməsi, bu paytaxt ətrafında onlarla yeni batareyadan təşkili Baltika dənizindən olan təhlükənin aradan qaldırılması üçün sahil batareyadan təşkili, Petrograd ətrafında böyük top mərmi anbarlarının yaradılması, bütün bunlar göstərir ki, doğrudan da Rusiyanın nə dövlət, nə də hərbi komandanlığı yanılmamışdı. Onda Əlağa Şıxlinski Mixaylovski Hərbi Akademiyasında, o vaxtlar Peterburg Topçu Məktəbi adlanan bu əzəmətli binada ikinci mötəbər vəzifəni tuturdu. Məktəb müdirinin müavini vəzifəsini. Hərçənd də akademiya təhsili olmayan biri bu vəzifəni tuta bilməzdi. Şıxlinskinin peşəkarlığı və nüfuzu, xüsusilə də Çarın yüksək iltifatına nail olması bu məsələni onun xeyrinə həll etdi. Kravchenko deyib ki, yazır ki, mən ona görə bu məktəbə təyin olunmağa razılıq verdim ki, mənim Əlağa Şıxlinski kimi savadlı, mərd, mübariz köməkçim olacaqdı. Mən elmi işlər üzrə elmi işdən tamamilə uzaq olacağım. Yəni, görüşür, başı çıxmırmış, buna etibar edibdir. 1913-cü ildə buna general-mayor rütbəsi verdilər. General-mayor rütbəsi ilə polkovnik rütbəsi arasında olan vaxt bilirsiniz nə qədərdir? 10 il gözləməlisən ki, fəaliyyət göstərməlisən ki, daha doğrusu, polkovnikdən general-mayora gələsən. Amma buna isə cəmi 4 il, 36 gündən sonra general-mayor rütbəsi verdilər. Bu qeyri-adi insandır, yoxsa yox? Он был единственный азербайджанец, который командовал armiyaya. O yeganə Azərbaycanlı idi ki, orduya rəhbərlik edirdi. Hərbi təhsilini Rusiyada almışdı və 1-ci Dünya müharibəsində Qərb cəbhəsində 10-cu Rus ordusunun komandiri idi. Siz bilirsiniz orduya rəhbərlik etmək nə deməkdir? Özü də onun buna haqqı çatmırdı. O general leytenant idi.
Yəni hərbi rütbəsinə görə o Mehmandarovdan da, Naxçıvanskidən də aşağı idi. Amma vəzifəsinə görə o ordu rəhbəri kimi ən yüksək vəzifə tutan Azərbaycanlı idi. Имел самую высокую должность в армии, командующим армией. Sankt-Peterburqun, bu qədim şəhərin sanki hər küçəsində onun ayaq izləri var. Neva prospekti, bu köhnə binalar sözün əsl mənasında Nikolay taxta görüb. Deməli, Əlağə Şıxlinskinin də nəfəsi hopub bu daşa divarlara. Artilleriya muzeyinin həyətində duran bu toplara baxdıqca həyəcanlanmaya bilmirsən. Bəlkə də o, məhz bu topun yanında dayanıb əmr verib. Nişangah 106, məsafə borusu 106, ikinci dərəcə sağa. Kim bilir? Bəlkə də bu toplar çox sir bilir, zamanında çox görülüb, amma indi bir əsrdən artıqdır ki, susublar. Tarixi isə susturmaq olmur, onu təhrif də etmək olar, danmaq da, amma yox etmək əsla mümkün deyil. Вы знаете, мне очень приятно, что сегодня... Bugün Azərbaycan televiziyasının öz həmyerlisi Ələğa Şıxlinski ilə maraqlanması məni çox sevindirir. Ələğa Şıxlinski artilleriya generalı idi. Düşünürəm ki, Azərbaycanlılar arasında hörmətli generalınız kimi görkəmli insanlar çoxdur. O, Port Artur'da olub, Georgi ordeni alıb. Bunlar hamısı bizə məlumdur. Artilleriya muzeyinin həyətində adı Şıxlinskinin dilindən ehtiramla yad edilən böyük knyazın Andrey Vasilyeviçin böyük heykəli durur. Bu, o şəxsidir ki, zamanında Əlağaya çox dayaq durmuşdu. Amma zamanın fırtınaları onların heç birinə dayaq durmadı. Hərəsini bir tərəfə atdı. 1917-ci ilin hadisələri Çar Rusiyasını necə silkələdisə, Ələğa Şıxlinski günlərin bir günü özünü Tiflisdə gördü. Ələğa Şıxlinski 1917-ci il noyabrın 15-də Tiflisə gəlir. Bu o dövr idi ki, Zaqafqaziyada milli korpuslar təşkil olunmağa başlamışdı. Rus korpusunu General Dratsenko, Gürcü korpusunu General Axmeteli, Erməni korpusunu General Nazarbekov təşkil edirdi. Azərbaycanda isə bu iş General Ələğa Şıxlinskiyə tapşırılır və o, gördüyünüz bu binada köhnə London mehmanxanasında ilk müsəlman korpusunu yaradır. London mehmanxanası Tiflisdə, Kürün sağ sahilində yerləşir. Bu möhtəşəm bina çox tarixi hadisələrə şahidlik edib. Məsələn, məşhur Norveç yazıcısı Knut Hamsun 1899-cu ildə bu mehmanxanada bir müddət yazıb yaradıb. Aclıq romanının müəllifi üçün bura bəlkə də yazmaq aclığını təmin etmək baxımından ideal bir mühit idi. Amma müstəqilliyə ac olanlar üçün bu binanın xüsusi əhəmiyyəti vardı. O binanın birinci mərtəbəsini təşəbbüs göstərib Gəncə, Qazax və Tiflis imkanlı adamları ilə alıblar birinci mərtəbəsini, maliyyələşdirib alıblar və qərargahını orada yerləşdirib. Və ilk dəfədə Azərbaycan Milli Korpusunu, Əlahiddə Korpusunu daha doğrusu, Ələğa Şıxlinski orada yaratdı. Təbii ki, Ələğa Şıxlinskinin ordu quruculuğunda rolu tək bununla kifayətlənmir. Peşəkar hərbiçi kimi və peşəkar topçu kimi o Azərbaycan artilleriya hissələrinin yaradılmasında çox böyük rol oynadı. Yəni o dövrdə Azərbaycan artilleriyasında səhra topları, dağ topları, böyük dağıdıcı qüvvəyə malik olan mortir topları var idi və bunlar ayrı-ayrı divizyonlara və batareyalara tərtib edilmişdi. Peşəkar zabit kadrların hazırlığı sahəsində də vacib addımlar atılmışdı. Gənc zabit topçuların hazırlanmasına da böyük diqqət yetirilirdi. 1919-cu ildə şimaldan Azərbaycana Denikin təhlükəsi yaxınlaşanda, yəni əvvəlki Çar ordusunun zabitlərinin olan Denikin Azərbaycanı işğal etməyə hazırlaşan dövrdə Azərbaycanın şimal sərhədlərində və eyni zamanda Xəzəryanı sərhədlərində güclü istehkamlar xətti yaradıldı və bu istehkamlar xəttində bizim artilleriya hissələri əlverişli mövqelər tutmuşdu. Onlar üçün ayrıca istehkamlar yaradılmışdı. Əlbəttə, Ələğa Şıxlinskinin müstəqil Azərbaycanın ordu quruculuğundakı rolunu heç kim inkar edə bilməz.
Hər şeydən əvvəl o qısa zaman ərzində 30 minlik bir ordu yaratdı. Özü də bu ordunu yaratmaq, razılaşın ki, heç də asan bir məsələ deyildi. Azərbaycanlıları Çar Rusiyası dövründə heç vaxt orduya aparmamışdılar. Bu mənada Ələğa Şıxlinskinin ayağı palçıqlı Azərbaycan kəndlisindən döyüşən əskər düzəltməsi böyük bir hünər idi. Amma hətta bu faktın özü də sonradan ona qarşı səslənən ittihamların qarşısını almır. Məsələn, deyirlər ki, Bolşevik Daşnak ordusu Azərbaycana gələndə onlara qapı açan da məhz Ələğa Şıxlinski olub. Güya hansısa körpünü partlatmaq lazım idi ki, Şıxlinski bunu etməyib və nəticədə Bolşevik ordusu Azərbaycana girib. Bunu nəyə əsasən deyirlər? Bəlkə ona görə ki, o ərəfədə Nazir Səməd bəy Mehmandarov səhhəti ilə bağlı məzuniyyət götürmüş, nazir vəzifəsi isə Şıxlinskiyə həvalə olunmuşdu. Əvvəla Mehmandarov xəstə olub. Aprelin 21-də raport yazıb ki, xəstəliyimə görə müalicə gedirəm, qısa müddətli. Əvəzimdə mavinim General Ələğa Şıxlinski icra edəcək bu vəzifəni. 26-sında qayıdıb gəlib. Yerindədir kişi, nazir. Demək, Gəncədə yerləşən 1-ci Süvari alayının komandanı Cavad bəy Şıxlinski, general-mayor Cavad bəy Şıxlinskiyə Mehmandarov təcili telegram göndərir. O telegram qalır. Yazır ki, Bolşeviklər artıq Yalamanı keçiblər. Təcili Qazaxdan bir tabor, Gəncədən 2 tabor, Yevlaxdan 1 tabor göndərin, Bolşeviklərlə döyüşə göndərəcəyik. Əmr hökumətdən, yəni bizim orada verilmədiyinə görə bizim Müdafiə Naziri, nə Mavini, nə başqa sərkərdələrimizi ittiham edə bilmərik. Onlara verilən tapşırıq Azərbaycan qərb ərazilərində olan erməni qiyamlarının, daha sonra erməni silahlı qüvvələrinin Azərbaycana olan təcavüzünün qarşısının alınması idi və bunlar da canla başla bu verilən tapşırığı icra elədilər. Axıra qədər vuruşdular və qərb sərhədlərində qələbəni qazandılar. O ki, qaldı şimalda bu Azərbaycan müstəqilliyinin itirilməsi müxtəlif burada səbəblər var. Siyasi səbəblər daha çox üstünlük təşkil edir. Təbliğat ideyaları burada rol oynamışdır. Yəni Azərbaycan bolşeviklərinin özlərinin təbliğatı rolu olmuşdu ki, yəni Sovetlər bura nə bizim milliyyətimizə, nə dinimizə, dilimizə toxunmağa gəlmirlər. Yəni bütün bunların rolu olmuşdu. Xəlil Paşa, Nuru Paşanın və Ənvər Paşanın əmsi gəldi parlamentə, çıxış elədi ki, xahiş edirəm, biz sizə 18-ci ildə biz sizi erməni süngüsünün, qanlı süngüsündən xilas eləmişik. İndi icazə verin, sizin torpaqdan keçsin Bolşevik ordusu, 11-ci ordu bizə Türkiyə köməyə gedir. Bakıya girməyəcək bu. Parlamentdə bu çıxış edir bunu. Bakıya bu ordu girməyəcək. Gələcək Xırdalanın yanından, Yanardağdan yanından keçib birbaşa Türkiyə gedəcək. Türkiyə köməyə gedirlər bizə. Nə danışsan? Dəvətçini keçəndən sonra birbaşa Bakıya girdi Qızıl Ordu. Hər halda bu ehtimalları gücləndirən daha bir səbəb də Azərbaycanın onlarla say seçmə generallarının güllələnməsi fonunda Şıxlinskinin və Mehmandarovun sağ qalması faktı idi. Baxmayaraq ki, onları da həbs etmişdilər və sağ qalmalarına da heç bir ümid yox idi. Bu məqamlara toxunanda biz mütləq Nəriman Nərimanov rolunu qeyd eləməliyik. Yəni bu iki şəxsiyyətin salamat qalmasında onun rolu böyük olmuşdu. Unutmaq olmaz ki, bunlar Sovetlər gələndə həm Müdafiə Naziri, həm onun müavini həbs olunmuşdular. Bu da sizin üçüncü səhvinizdir. Halbuki mən sizə gərək ola bilərəm, General Şıxlinski həzrətləri.
General Şıklinski. Ancak bu bizim ahırıncı görüşümüz değil. Biz de sizinle dar ağacında da görüşeceğiz. Rədd olun dedim. Bəlkə də onları güllələmədən bir addım aralayırdı. O addımın həyata keçirilməməsində məhz Nərimanov rolu böyük oldu və onun Sovet Rusiyasına rəhbər olan Vladimir Leninə yazdığı ayrıca bir məktubu, sırf böyük bir məktub yazıb və bu iki şəxsiyyətin böyük hərbi mütəxəssis olması, xalq arasında böyük nüfuza sahib olmasını göstərdi və burada olan qırğınlardan xilas etmək üçün onların hər ikisini düzdür, mühafizə konvoyu altında da olsa Moskvaya göndərməsi oldu. Nərimanov ki, buradan məktubla bunları göndərdi. Onda əvvəla bunları yol üstü Moskvaya çatmamış həbs edib, aparıb sarıfla Butursk türməsinə. Bu hamısı Pankratovun vicdansızlığı idi. Onun əməlləri idi. Təmiz olan Behbud bəy Cavanşirə ki, qarşıla filan vaqonda bunlar gəlirlər, filan saatda orada olacaq. Behbud bəy gəlib vağzala yoxdular. Cəmaət tökülüb yoxdur. Nərimanova agent kimi xəbər verib ki, qatar gəldi, amma generallar düşmədi. Yoxdur. Və burada Nərimanov başlayıb bunu axtartmağa. Bunlar ikisini də, Mehmandarov da onun. Və məlum olub ki, bunları Butursk türməyə aparıb salıblar. Əslində bunları başqa yerə aparmalıydılar. Nərimanov Stalinlə əlaqə saxlayıb. Stalin o vaxtı Lenin əvəz edirdi və əmr edib Stalin milli təhlükəsizlikdə qalır o sənəd ki, tekst belədir. Azərbaycanski generalı S. Mehmandarov, A. Şıklinski. Тщательно araştırdık, gördük ki, они ни в чем не виновны. Прошу освободить. Və azad ediblər. Və beləcə tale onun da ən yaxın silahdaşı Mehmandarovun da yolunu yenidən Rusiyadan saldı. Rusiya isə onları qorudu, hifz elədi. Əlağa Şıklinski bunu öz xatirələrində əsl hərbiçi soyuqqanlılığı ilə belə ifadə edirdi. Aprelin 28-də Qızıl Ordunun birinci hissələri Bakıya girdi. Bundan bir gün sonra Azərbaycan Sovet Sosialist Respublikasının yeni təyin olunmuş Hərbiyyə və Bəhriyyə komissarı mənim yanıma gəlib, onun muavini vəzifəsini qəbul etməyimi təklif etdi. Mən razı oldum. Onda o, gülümsəyərək mənim pagonlarımı göstərib dedi, bunları çıxarmaq lazımdır. Mən dedim, madam ki sizinlə işləməyə razılıq verirəm, deməli, bu o deməkdir ki, məndə hər şeydən əvvəl daxili bir dəyişiklik əmələ gəlir. Bu isə əlbəttə zahiri əlamətdən daha əhəmiyyətlidir. Mən bunları asanlıqla çıxararam. Əlağa Şıklinski bu dialoqunda həqiqəti nə qədər səmimi etiraf etmişdi, bunu demək bir qədər çətindir. Çünki o bu xatirələrini yazanda 1942-ci il idi. Yəni Azərbaycanda Sovet hakimiyyəti 20 il idi ki qurulmuşdu və SSR adlı imperiya 20-ci əsrin ən dəhşətli müharibəsini aparırdı. Yəni Demokratik Cumhuriyyətin bir hərb nazirinin muavini, Azərbaycanın ordu qurucusu belə danışmağa sadəcə məcbur idi. İndi onu qoruyacaq nə Nəriman Nərimanov vardı, nə də xətrini çox istədiyi Mikhail Vasilyeviç Frunze. Üstəgəl eyni ilin eyni ayında iki ən yaxın adamını itirmişdi. Həyat yoldaşı Nigarı və bir ömür boyu yoldaşlıq, dostluq etdiyi Səməd bəy Mehmandarovu. Tam artilleriya generalı indi sözün əsl mənasında yetim qalmışdı. 1929-cu ildə səhhəti ilə bağlı öz ərizəsi ilə fərdi təqaüdə çıxandan sonra Əlağa Şıklinski Zərgərpalandakı mənzilində tənha günlərini yaşayırdı. Bazar dükana özü gedir, düyü qarabaşağını özü alırdı. Əynində çox vaxt indi Tarix Muzeyində saxlanılan bu şinel olardı. Deyilənlərə görə uşaqlar onun şinelinin ətəyindən dartar və Port Artur qəhrəmanı deyə ona sataşardılar. Şıklinskinin mənzili isə onu itirib axtaran xüsusilə iki şəxsə məlum idi. Qaynı Bahadır bəy Qayıbova və onun xanımı Varvaraya. Başqa qohumlar onun adını belə tutmağa cəsarət etmirdilər. Xalq yazıcısı İsmail Şıxlı 1990-cı illərin əvvəllərində onun qəbri üstündə belə bir səmimi etiraf etmişdi. Mən Əlağa Şıklinskini görə bilmədim. O yadımdadır ki, 1937-ci ildə Bakıya oxumağa gələndə mənə atam demişdi ki, belə bir qohumumuz var. Və o zaman Leninad Napidə hərbi kafedranın müdürü kapitan Tarverdi var idi.
O mənim familimi görüb çağırdı məni kənara ki, generalın qohumusanmı? Biraz dedim ki, hə. Dedi ki, məsləhət bilmirəm ki, sən onu başqa yerdə deyəsən, çünki məktəbdən qovarlar. Belə bir zaman idi. Qohumların döyə bilmədiyi qapını günlərin bir günü bir yad döyür. SSR Elmlər Akademiyası Azərbaycan filialı rəhbərinin mavini akademik Heydər Hüseynov. O, Əlağa Şıxlinskinin adına general-mayor Yevgeni Barsukovun əsərində rast gəlmiş və onun axtarışına başlamışdı. 1939-cu ildə Yevgeni Zaxaroviç Barskovun Stalin mükafatı laureatı, professor, hərb elmləri doktoru bunun 4 cildli kitabının 1-ci cildi çıxdı. Ruskaya artilleriya v году Первой мировой войны. Rus artilleriyası 1-ci Dünya müharibəsində adlı kitabı çıxdı. Onda Heydər Hüseynov Rusda çox yüksək dərəcədə savadlı bir adam idi, akademik idi. O vaxt akademik deyildi, professor idi. Yüksək səviyyəli bir şəxs bu kitabı oxuyur. Bu kitabda 41 yerdə Əlağa Şıxlinski haqqında var. 41 yerdə, hələ 1-ci cild daha. Bu fikrə gedir ki, ilahi, görürsən bu sağdırmı, hardadır bu, necədir bu, mənim xalqımın oğlu. Əvvəlcədən öz aspirantı göndərib ki, get qapı-qapı axtar, Əli Ağanı tap. Tapandan sonra onu özü gedib onun yanına, Cabarlı küçəsində yaşayırdı Əli Ağa Şıxlinski. Belə balaca bir soğuk otaq idi. Vəziyyəti çox pis idi, xəstə idi. Amma o çox söyüncək oldu ki, indi onu kimsə tapıb yad eləyib. Heydər Hüseynov ona öz memuarlarını yazmağı tövsiyə edir. Əlağa Şıxlinski razılaşmır. General dedi ki, mən qulağım da eşitmir, gözüm də pis görür, əlim də titriyir. Mən onu yaza bilmərəm. Heydər Hüseynov dedi ki, eybi yoxdur, mən sizə kömək eləyərəm, adam göndərərəm, ya özüm də gələrəm, siz diktə eləyərsiniz, ya biz bunu çıxardarıq. Sap özümüzdən olan baltalar Mücəffər Bağırova xəbər vermişdilər ki, Heydər Hüseynov Çar generallarını təbliğ edir və Bağırov çağırıb Heydər Hüseynovdan soruşanda cavab vermişdi ki, nə üçün Ruslar Kutuzovu, nə üçün Ruslar Svorovu yada sala bilirlər? Bizim də belə böyük bir sərkərdəmiz var, cəbhədə döyüşənlərimiz var, yada salmayaq. Beləcə Şıxlinski xatirələrini danışır, Avadiyayev yazır. Onun məşhur Xatirələrim əsəri də belə meydana gəlir. Amma bu kitabın çapını görmək ona qismət olmur. Əlağa Şıxlinski 1943-cü ildə 2-ci Dünya müharibəsinin ən ağır günlərində dünyasını dəyişir. Onun vəsiyyətinə görə həyat yoldaşı Nigar xanımın yanında dəfn edirlər. Nigar yeganə insan idi ki, onun yanında rahatlıq tapmış, onu başa düşmüş, onu necə var, o cürdə qəbul etmişdi. Təəssüf ki, Əlağa Şıxlinskiyə övlad verə bilmədi. Şıxlinski özündən sonra varis qoymadı. Amma Şıxlinski soyadını qoydu və bir də artilleriya Allahı adını.